Mən Ömər Əliyev, Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın İnha Universiteti arasında təşkil olunan 2 il diplom proqramı çərçivəsində kompüter elmləri və süni intellekt mühəndisliyi ixtisasına 649 bal toplayaraq qəbul olmuşam və hal-hazırda birinci kurs tələbəsiyəm. Hazırda Koreyadan gələn peşəkar professor və müəllim heyəti ilə birlikdə yay məktəbindəyik. Düşünürəm ki, bu sessiya maraqlı keçməklə qalmır, həm də gələcəkdəki öz ixtisasımızla bağlı lazım olan fundamental bilikləri əldə etmək üçün əvəzsiz rol daşıyır. Burada öz qrupumdan və tələbə yoldaşlarımla danışmaq istəyərəm. Onlarla birlikdə keçirdiyimiz bu dərslər hər kəsin dərslərə həvəsli yanaşması və komanda ruhu bu yay məktəbini daha da maraqlı edir. Belə bir gözəl qrupun parçası olmaq həqiqətən qürurvericidir. İndi bizim ixtisasımızla bağlı olan 2 dərs keçirik. Süni intellektə giriş və Python proqramlaşdırma. Professor Lee tərəfindən tədris olunan süni intellektə giriş dərsində biz ixtisasımızla bağlı olan nəzəri biliklərə keçir. Professor Kim tərəfindən tədris olunan Python proqramlaşdırma dərsində isə ixtisasımızla gələcəkdə bizə lazım olacaq proqramlaşdırma biliklərini əldə edirik. Ümumilikdə bu proqramın ən böyük üstünlüyü 3 il Bakı Mühəndislik Universitetini və 1 il Cənubi Koreyanın İnha Universitetini bitirdikdən sonra 4 ilin sonunda hər iki universitetin diplomu almaqdır. Həm yerli, həm də xarici ölkənin diplomu almaq biz tələbələrin gələcək karyerasına və mütəxəssis kimi yetişməyimizdə əvəzsiz rol daşıyır. Bu cür möhtəşəm 2 il diplomun ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürlərimi bildirirəm.